Bilirsiniz, indi şadlıq evlərində monopoliyalar var. Siz onu bilirsiniz. Mən açıqdan deyirəm. Bu sözə görə də yəni sübutlar eləyə bilərəm ki, hansı şadlıq evlərində nə monopoliyalar var. Məsələn, bir şadlıq evi bir müğənni ilə, bir aparıcı ilə çalışır. Müxtəlif mənalarda çalışır. İstər kimisə sevgilisi olurlar, yaxud da aylıq haqq ödəyirlər ora. Ora toy sahibi gəlib deyəndə də ki, naziləni istəyirəm, onun nazilərin ora düşmə şansı yoxdur. Onlar naziləni hər əxlaqdan kəm təqdim eləməyi bacarırlar, yetər ki, nazil ora düşməsin. İnandırırlar o adamı. Sonra həmin adam üstündən 1 il keçər, 2 il keçər, gəlib bir başqasının toyunda naziləni görəndə üstünə deyir ki, mən kaş inanmazdım onlara.